Hörmətli müəllimlər, əziz şagirdlər, dəyərli dinləyicilər. Sizi Gələcəyin İşığı FM-in bugünkü xüsusi buraxılışından salamlayıram. Mən məktəbimizin 10A sinif şagirdi Ayan Məmmədovaayam. Bugünkü verilişimizdə sizə təqdim edəcəyimiz mövzu Azərbaycan Müəllimi qəzetinin hazırladığı dəyərli bir məqalədən götürülür. Məqalə, müstəqil Azərbaycanın ilk qırıcı hərbi təyyarəçisi, 1-ci Qarabağ müharibəsinin qəhrəman şəhidi, Yeni Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüş baş leytenant Vaqif Bəxtiyaroğlu Qurbanovun həyat və döyüş yoluna həsr olunur. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə baş leytenant Qurbanov Vaqif Bəxtiyaroğlu Azərbaycanın milli qəhrəmanı adı ilə təltif olunub. Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Rusiyanın Borisovlesk şəhərində Ali Hərbi Aviasiya məktəbini bitirib. Təhsilini başa vurduqdan sonra SSR-nin hərbi hava qüvvələrində daha dəqiq Əfqanistan müharibəsi zamanı təşkil edilmiş və Su-25 təyyarələri ilə komplektləşdirilmiş Sitalçaydakı aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birinə xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib. O, hərbi pilot kimi misilsiz rəşadət göstərən qəhrəmanlarımızdan biri olub. Məlumdur ki, Qarabağ müharibəsinin ilk dövründə Azərbaycanın döyüş qabiliyyətli hərbi aviasiyasından qırıcı təyyarələrdən danışmaq mümkün deyildir. 1990-cı illərin ölkəni bürümüş siyasi xaos və düşmən işğalı şəraitində xaricdən təyyarə almaq imkanları da məhdud idi. 1992-ci ilin aprelin 8-də Qarabağ səmasına qalxıb erməni işğalçılarının istehkamlarına raket zərbəsi endirən Su-25 tipli təyyarə və onun şturvalı arxasında əyləşən baş leytenant Vaqif Qurbanovun şəxsiyyəti barədə az məlumat var idi. Gənc zabit, hərbi aviasiyamızın tarixində ilk olan bu qırıcını hansı yolla əldə etmişdir? Qarabağ torpaqları işğala məruz qalandan, xüsusən Xocalı faciəsi baş verəndən sonra gənc təyyarəçi Azərbaycanda hərbi təyyarə dəstəsi yaratmaq, vətənin qisasını almaq hissi ilə alışıb yanırdı. O, ürək qızdırdığı təyyarəçi yoldaşlarının başına yığıb müxtəlif planlar cızırdı. Nəhayət bu planlardan biri baş tutdu. Vaqif Qurbanov 80-ci dislokasiya olunmuş aviapolkun yerləşdiyi keçmiş Sovet hərbi hava qüvvələrinə məxsus Sitalçay hərbi aerodromundan Su-25 təyyarəsi qaçırması ilə yadda qalıb. Hadisə Qarabağ müharibəsinin ən gərgin dövründə 8 aprel 1992-ci ildə baş verib. Təyyarəçi baş leytenant Vaqif Qurbanov burada xidmət edən Azərbaycanlı hərbçilərin, həmyerliləri təyyarədən texniki leytenant Fuad Məmmədov və baş aviamexanik çavuş Akif Quliyevin köməyi ilə Su-25 markalı hərbi təyyarəni Azərbaycanın hərbi hava qüvvələrinə gətirib. Hadisədən dərhal sonra Su-25 təyyarəsi axtarılıb. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də istənilən nail olmayıb. Vaqif Qurbanov ilk döyüş tapşırığına Su-25 təyyarəsinin gizlədildiyi şəkildən qalxıb. Şuşanın işğalı günündən sonra Vaqif Qurbanov bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb və düşmən mövqələrinə çox saylı zərbələr endirib. Vaqif Qurbanov çox aşağı məsafədən uçduğundan təyyarədən atılan mərminin qəlpəsi təyyarənin mühərrikini zədələyib. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində Qarabağdakı erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürülüb, 120 nəfər yaralanıb. 9 may
1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan YAP-40 erməni təyyarəsini hücum edərək onu vurub. Təyyarə Sisiyanda təcili eniş edib. 12 iyunda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Goranboy istiqamətində düşmənin müdafiə xəttini yarıb və nəticədə 20-ədək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilib. Qurbanov həmçinin Xocabənd və Əsgəran istiqamətində döyüşlərdə iştirak edib. Nəticədə düşmən tərəf ağır itkilər verib. 13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy Ağdərə istiqamətində 3 döyüş üssü keçirib. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Əsgəran yaxınlığında Şilka deyilən qurğu ilə vurulub. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilib, lakin düşmən onu yerdən atəşlə vurub. Onun paraşütü düşmənin nəzarət etdiyi əraziyə düşüb. Vaqif Qurbanovun yaralı halda ermənilərin əlinə keçdiyi barədə müxtəlif xəbərlər yayılıb. Əsir, itkin və girov düşmüş vətəndaşlarla iş üzrə Dövlət Komitəsi Vaqif Qurbanovla bağlı araşdırma aparıb. Amma araşdırmalar nəticə verməyib. 1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə Vaqif Qurbanov ölmüş elan edilib. 2014-cü ildə Vaqif Qurbanovun döyüş yolundan bəhs edən Mən evə qayıdıram filmi çəkilib. Vaqif Qurbanovun 33 ildən sonra Böyük Zəfərin 5-ci il dönümü ərəfəsində milli qəhrəman adına layiq görülməsi xəbəri ölkəmizdə böyük sevinclə qarşılanıb. Vətən yolunda həyatını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş igid təyyarəçinin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Vaqif Qurbanov 20 aprel 1991-ci ildə ailə həyatı qurmuşdu. Onun Sevinç adlı bir qızı yadigar qalıb. Atası Vətən uğrunda Qarabağda şəhid olanda Sevinç 4 aylıq olub. O, Bakı Dövlət Universitetini bitirib. Milli qəhrəmanın qızı İTV-yə müsahibəsində atasının yolunu davam etdirdiyini bildirib. Uşaqlıqdan həmişə arzum olub ki, onun yolunu davam etdirim. Çünki o, mənim yeganə atamdır. Həmişə qəlbimdə qəhrəman kimi yaşayıb. Qızlar üçün atası hər zaman qəhrəmandır. Amma mənim atam mənim üçün başqa cür, xüsusi bir qəhrəmandır. Ona görə də onun yolunu davam etdirmək hər zaman arzum olub. Şəhid milli qəhrəman Vaqif Qurbanov təkcə 33 il əvvəl ərazilərimizdə qəsd edən düşmənə qarşı göstərdiyi döyüş şücaəti ilə deyil, həm də torpaq, vətən yolunda qəbul etdiyi və həyatını təhlükədə qoyaraq həyata keçirdiyi cəsarətli qərarla yaddaşlara qəhrəman kimi həkk olunmuşdur. Əziz dinləyicilər, bugünkü buraxılışımızda adını qızıl hərflərlə tarixə yazmış qəhrəman pilotumuz, baş leytenant Vüqar. Əziz dinləyicilər, bugünkü buraxılışımızda adını qızıl hərflərlə tarixə yazmış qəhrəman pilotumuz, baş leytenant Vaqif Qurbanovun ömür yoluna nəzər saldıq. O, azadlığın səmalarında döyüşərək şəhid oldu. Amma adı Azad Azərbaycanın yaddaşında əbədi yaşayacaq. Mən, Ayam Məmmədova, Gələcəyin İşığı FM adından bütün dinləyicilərimizə dərin təşəkkürümü bildirirəm. Qəhrəmanlarımızın ruhu qarşısında baş əyir. Onların bizə miras qoyduğu azad, müstəqil və güclü Azərbaycanın naminə daha çox çalışmağa söz veririk. Vətən sağ olsun.